Salam hər kəsə. Bugün sınaq 17-nin suallarının izahını verəcəm. Birinci suala baxırıq. Həqiqi sahəsi 2268 kvadrat kilometr olan meşənin xəritədə tutduğu ərazi paletkada göstərilmişdir. Bu xəritədə A və B məntəqələri arasındakı məsafənin 16 sm olduğunu nəzərə alaraq həmin məntəqələr arasındakı həqiqi məsafəni hesablayın. Gəlin yaxınlaşdıraq. Tam damaları sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 13, 24 tam dama var. Düzdürmü? Yarımçıq damalara baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8 yarımçıq dama 4 tam dama deməkdir. 24-ün üzərinə də 4 gələndə olacaq 28. Və biz damaların sayını bölməliyik. Çünki 1 santimetr kvadrat 4 damadırsa, görəsən 28 dama nə qədər olacaq? O zaman biz 28-i 4-ə bölüb taparıq 7 santimetr kvadrat. Daha sonra biz həqiqi sahəni bölməliyik 7-yə. Yəni 2268-i 7-yə bölməliyik. Buradan biz alarıq 324. 320-dən də kök 18 çıxır. Və biz 18 tapdıq. Daha sonra burada A və B məntəqələri arasında məsafənin 16 sm olduğunu verib. Düzdürmü? 18-i də 16-ya vuranda cavab 288 kilometr tapmış oluruq həqiqi məsafəni. İkinci suala baxırıq. Coğrafiya müəllimi dərs zamanı şagirdlərinə yaşadıkları şəhər ilə Oğuz şəhəri arasında yerli vaxt fərqinin daha az, Hacıqabul şəhəri arasındakı fərqin isə daha çox olduğunu söyləyir. Onlar hansı şəhərdə yaşayırlar? Vaxt fərqi az deyirsə Oğuzla, yəni bu Oğuza daha yaxın olmalıdır. Amma Hacıqabul şəhəri arasında vaxt fərqinin çox olduğunu deyirsə, Hacıqabuldan uzaq yerləşəcək həmin şəhər. İndi burada yəni iki şəhər bir-birinə nə qədər yaxındırsa, aralarında vaxt fərqi az, nə qədər uzaqdırsa vaxt fərqi çox olur. Düzdürmü? Oğuz Şəki-Zaqatala iqtisadi rayonunda yerləşən bir inzibati rayondur. Hacıqabul Oğuza nəzərən şərqdə yerləşir. İndi variantlara baxanda elə A variantına nəzər salsaq, görərik ki, Ağdaş, yəni xəritədə Oğuza ən yaxın olan inzibati rayondur. Yəni Oğuzun cənub hissəsində yerləşir. Elə vaxt fərqi Ağdaşla Oğuz arasında az olar, amma Ağdaş ilə Hacıqabul arasında vaxt fərqi çox olar uzaqda yerləşdiyinə görə. Digərlərinə də baxaq məsələn. Qobustandır, bunu çıxarıq, Salyandır. Bunlar Hacıqabula daha yaxındır. Hacıqabulla vaxt fərqi az olar, Oğuzla isə çox olar. Ona görə çıxarıq. Xızı da Siyəzən, Xəzərin sahillərində yerləşən inzibati rayondur. Oğuzdan uzaqda yerləşir. Oğuzla aralarındakı vaxt fərqi təbii ki, Ağdaş kimi olmaz. Ağdaş daha yaxındır. Ona görə vaxt fərqi Ağdaşla Oğuz arasında az. Amma Hacıqabulla Ağdaş arasında, həmin Ağdaş şəhərində vaxt fərqi çox olacaq A variantı. 3-ə baxırıq. Sxemdə fəsillər üzrə günəşin günorta vaxtı üfüqdə görüntüləri əks olunmuşdur. Bu görüntüləri nəzərə alaraq sxemin hansı enlik üçün sərcəvi olduğunu müəyyən edin. Fikir versəz 21 mart və 23 sentyabra baxsanız, görərsiniz ki, zenitdədir. Düzdürmü? 90 dərəcə. Bu nə zaman olur? Təbii ki, ekvatorda olacaq A variantı. 4. Xəritədə 6-cı saat qurşağının şərq sərhədi ilə 22-ci saat qurşağının qərb sərhədi arasındakı məsafənin 40 dərəcəlik paralel çevrəsi üzərində 13,5 sm olduğunu nəzərə alaraq xəritənin tərtib edildiyi miqyası müəyyən edin. 6-cı saat qurşağı şərq yarımkürəsindədir. Orta meridianı tapıb üzərinə 7,5 gəlmək lazımdır. 6-nı 15-ə vururuq, olacaq 90 şərq uzunluğu. 90 dərəcə şərq uzunluğunun da şərq sərhədi 97,5 şərq uzunluğu edəcək. Daha sonra 22-ci saat qurşağının qərb sərhədini taparkən bilirik ki, 22 qərb yarımkürəsində yerləşir. Əvvəlcə 24-dən 22 çıxıb sonra 15-ə vurmaq lazımdır. Yəni o da olacaq 30 dərəcə qərb uzunluğu. 30 dərəcə qərb uzunluğunun da, bu 30 dərəcə qərb uzunluğudur. Burada olsun Greenwich. Yəni qərb sərhədi deyirsə, təbii ki, bu hissə, bu istiqamətdə rəqəmlər artır, olacaq 37,5 qərb uzunluğu. Deməli biz tapdıq 37,5 dərəcə qərb uzunluğu
biri 97,5 şərq uzunluğu, düzdürmü? Biri qərb, biri şərq toplayarıq. Toplayanda biz alırıq 135 dərəcə. Düzdürmü? Və bu burada deyir ki, yəni bu sərhədlərin arasında məsafənin 40 dərəcəlik paralel çevrəsi üzərində. 40 dərəcəlik paralelin qiymətində hamı bilir 85,4. Yəni biz 135 dərəcəni 85,4-ə vurub bölməliyik 13,5-ə. Və biz buradan alarıq 854. 5 0 da əlavə edərik. Cavab Y variantı olacaq. 5-ci suala baxırıq. Sxemdə baş verən prosesə əsasən doğru fikirləri müəyyən edin. Gördüyünüz kimi iki tava ayrılır. Bura Atlantik okeandır. Afrika tavası, Cənubi Amerika tavasının divergent zonası təsvir olunmuşdur. Gəlin xüsusiyyətləri oxuyaq. Bu proses nəticəsində Sakit okeanın sahəsi genişlənmişdir. Xeyr, divergent zonada Atlantik okeanın sahəsi genişlənir. Bu ifadə yanlışdır. Bu prosesin nəticəsində vulkan mənşəli adalar əmələ gəlmişdir. Doğrudur. Məsələn, Müqəddəs Yelin adası buna misal göstərmək olar. Bu proses dərin okean novlarının yaranmasına səbəb olmuşdur. Divergent zonada rift dərələri yaranar. Novlar əsasən Sakit okeanda, konvergent zonada yaranır. 3 yanlışdır. Bu prosesin nəticəsində rift dərələri, bəli, dediyimiz kimi rift dərələri olacaq. 2, 4 hələ ki doğru cavabdır, doğru ifadədir. Kuba adası bu proses nəticəsində yaranıb. Xeyr, Kuba adasının adını çəkməyirik. Müqəddəs Yelena deyə bilərik, Tristan Kunya adasını deyə bilərik, Qof adasını deyə bilərik. Sonra bu prosesin baş vermə səbəbi Manitiyada yüksək temperatur və təzyiqin mövcud olmasıdır. Təbii ki, 2, 4, 6 sualın doğru cavabıdır. 6-ya baxırıq. Galapagos adaları rəqəmlə verilmiş hansı tavalarının sərhədində yerləşir? Galapagos adaları Ekvadora məxsus adadır. Sakit okeanda yerləşir. Divergent zonada təbii ki, tavaların ayrılma sərhədində. Bəs hansı tavaların olacaq? 2 və 4. 4 Nazca tavasıdır. 2 Kokos tavasıdır. Bu tavaların ayrılmasından yaranmışdır. Nazca tavası ilə Sakit okean tavası ayrılanda Pasxa adası yaranır. Çiliyə məxsus. Nazca tavası ilə Cənubi Amerika toqquşanda, yəni subduksiya, biri okean, biri materik. O zaman dünyanın ən uzun sıra dağları, Ant dağları yaranmış olur. Yəni 2, 4 olacaq burada C variantı. 7-yə baxırıq. Doğru fikirləri müəyyən edin. Kolumbiya çayının keçdiyi ərazilər həm Mezozoy, həm də Kaynozoy qırışıqlığı vilayətlərində yerləşir. Təbii ki, bu ifadə doğrudur. Qayalı dağlar tərəfdən biri götürərik. Kamerun vulkanı Şərqi Afrika yaylasının Kilimancarodan sonra ikinci ən hündür vulkandır. Kilimanjaro Şərqi Afrikada ən hündürdür. Düzdürmü? Amma Kamerun axı Şərqi Afrikada yerləşmir. Qvineya körfəzi sahillərində yerləşən fəaliyyətdə olan vulkan sayılır. Ona görə də 2 yanlış olacaq. Nepal və Butanın həmsərhəd olduğu ölkələr eynidir. Təbii ki, Nepalla Butanın bir-biri ilə sərhədi olmasa da, amma onların hər ikisinin Hindistanla quru sərhədi mövcuddur. Yəni bu ifadə doğrudur. Ada ölkələrində Haiti, Brunei, Filippin quru sərhədləri. Haiti adasında 2 ölkə yerləşir. Haiti və Dominikan. Brunei bilirsiniz Kalimantan adasında yerləşir. Paytaxtı Bəndər Səri Beqavan həm orada Malazya ilə quru sərhədə malikdir. Düzdürmü? Amma Filippinin quru sərhədi mövcud deyil. Yaponiya ilə oxşar xüsusiyyət də götürmək olar Filippini. Arxipelaq ölkəsidir həmçinin. Yəni bu ifadə yanlışdır. Hələ ki 1, 3 doğrudur burada. 6-ya 5-ə baxırıq. Qaradəniz sahillərində sarı torpalara rast gəlinmir. Bu ifadə yanlışdır. Qaradəniz rütubətli, subtropik. Təbii ki, orada sarı torpalara rast gəlmək mümkündür. 5 yanlış. Təkləməkan səhrası Tarim çökəkliyində yerləşir. Bu ifadə doğrudur. Təkləməkan səhrası Çinin ərazisində olan səhra sayılır. 1, 3, 6 bu sualın doğru cavabıdır. 8-ə baxırıq. Doğru fikirləri müəyyən edin. Respublikamızın relyefi geosignalın inkişafının 3-cü mərhələsində. Təbii ki, seismik ərazilər 3-cü mərhələyə aiddir. Amma platforma, qədim dağları biz 4-cü mərhələyə aid edirik. Bu ifadə doğrudur. Zəfər yolu Zəfər zirvəsinin şimal yamaclarından Şuşaya çəkilən yoldur. Xeyr, yanlışdır. Zəfər yolu Füzulidən başlayır Şuşaya. Füzulidən Şuşaya çəkilmiş yoldur. Sadəcə Qarabağ iqtisadi coğrafi rayonunda və Zəfər yolunun keçdiyi rayonların heç biri Ermənistanla sərhəddə yerləşmir. Bu yanlışdır. Zuvand yasallığı Rıvarod yasaklığından fərqli olaraq lerikdədir. Biz demişdik ki, Rıvarod sadəcə lerik, amma Zuvand isə lerik və yardımlı. Burada deyir ki, Zuvand yəni Rıvaroddan fərqli olaraq lerik rayonunda yerləşir. Axı Zuvand lerikdə və yardımlıda demişdik.
Ona görə 3-də yanlışdır. Zəfər zirvəsi Qarabağ sıra dağlarına deyil, Böyük Qafqazda olacaq. Yanlışdır 4. Xocavənd rayonunun həmsərhəd olduğu inzibati rayonların sayı İsmayıllı rayonunun həmsərhəd olduğu rayonların sayından çoxdur. Gəlin bir-bir sayaq. Və onu da qeyd edim ki, İsmayıllı 7 rayonla sərhəddir, Xocavənd isə 8. Deməli bu ifadə doğrudur. Bəs Xocavənd hansı inzibati rayonlarla sərhəd təşkil edir? Qubadlı, Füzuli, Cəbrayıl, Ağcabədi, Ağdam, Xocalı, Laçın, Şuşa. Oldu 8. İsmayıllı isə sayaq Quba, Qəbələ, Şamaxı, Ağsu, Göyçay, azacıq Kürdəmirlə sərhədi mövcuddur, olacaq 7 rayon. Daha sonra Kəlbəcər inzibati rayonunun ərazisində Murovdağ, Şərqi Göyçə və Qarabağ silsilələri yerləşir. Bu ifadə də tamamilə doğrudur. 1, 5, 6 sualın doğru cavabıdır. İndi keçək növbəti suala 9. Xəritə sxemə əsasən müəyyən etmək olar. Dərslikdə də var. Təbii ki, tektonik qırılmaları. B variantı. Soyuq okean cərəyanlarının təsiri altında olsa da, rütubətli iqlim şəraitinin formalaşdığı əraziləri müəyyən edin. Bu elə A variantıdır doğru cavab. Newfoundland, Labrador cərəyanının təsiri altındadır. Saxalin adası da Kuril soyuq cərəyanının təsiri altındadır. Amma buna baxmayaraq Newfoundland mülayim dənizdə yerləşir, Saxalin mülayim mussonda yerləşir. Ona görə də rütubətli hava formalaşacaq. Məsələn, digərləri burada var. Florida, Kuba. Bu hissələrdə isti cərəyanlar olar. Məsələn, Antil cərəyanı. Sonra Yucatan yarımadası da həmçinin. Skandinaviya, Böyük Britaniya, Şimali Atlantik isti cərəyanı. Burada soyuq cərəyanların deyir, təsiri altında olmalıdır. Madagaskar adası bilirsiniz, Mozambik isti cərəyanının təsiri altında çıxarsınız. Çıxmaqla da tapa bilərsiniz və sadəcə də elə A variantında hər iki adanın soyuq okean cərəyanları təsirində olmasını bilirik və iqlimlərinə əsasən rütubətli hava da orada formalaşır. Mülayim işıqlanma qurşağında yerləşir, buzlaq mənşəlidir, yalnız bir ölkənin ərazisində yerləşir, şorsuludur. Burada mülayim işıqlanma qurşağında yerləşir, bir də Eyr üçün yazıb. Eyr gölü də bilirik, Avstraliyanın mülayim işıqlanma qurşağında yerləşən ən böyük gölüdür. Düzdürmü? Və həm mülayim işıqlanmada yerləşir, həm də şorsuludur deyə elə A variantı sualın doğru cavabıdır. Amma digərlərini də yoxlayaq. Məsələn, burada yazıb Balaton. Macaristanda yerləşir, mülayim işıqlanma qurşağı düzdür, amma buzlaq mənşəli deyil. Daha sonra Van gölü 2, buzlaq mənşəli yanlışdır. Şorsulu ola bilər, amma buzlaq mənşəli deyil. Daha sonra burada Eyri gölü 2, buzlaq mənşəli doğrudur. Yalnız bir ölkənin ərazisində xeyr. ABŞ və Kanada ərazisində yerləşir. Ölü dəniz 3, yalnız bir ölkə yanlışdır. İsrail-Yordaniya sərhədində yerləşir, amma şorsulu olmasına şorsuludur. Ona görə də A variantı. 11-ə baxırıq. Düzgün fikirləri müəyyən edin. Dəniz və okean səviyyəsində yerləşən hər hansı bir məntəqədə atmosfer təzyiqi 760 mm civə sütunundan çox ola bilməz. Ümumiyyətlə, normal atmosfer təzyiqi 760-dır da. Yəni, təbii ki, 45 dərəcə paraleldə, 0 dərəcə temperaturda təbii ki, çox ola bilər. Bu ifadə yanlışdır. Məsələn, ümumiyyətlə biz ən alçaq təzyiqin, ən yüksək təzyiqin olduğu əraziləri deyirik. Nensi qasırğasıdır, Sibir ərazisidir. Bu 760 normal təzyiqdir. Təbii ki, ondan çox ola bilər. Daha sonra ölkəmizin fiziki səthinin sahəsi 86.600 kvadrat kilometrdən daha çoxdur. Bilirsiniz ki, Azərbaycan bu riyazi cəhətdən sahəsidir. 86.600 kvadrat kilometr. Lakin bizdə Azərbaycanda relyef, dağlıq, kələkötürlü ərazilər var axı. Yəni, real sahə təbii ki, bu rəqəmdən daha çox olur. Real. Çoxdur deyirsə, təbii ki, biz bunu doğru götürməliyik. Bunu burada qeyd edelim. 2 doğrudur. 5 dekabr tarixində Şimal Qütb işıqlanma qurşağında gündüz müşahidə edilə bilməz. Bu ifadə yanlışdır. Müşahidə edilə bilər. Əgər 22 dekabr, 5 dekabr deyil də 22 dekabr olsaydı, o zaman müşahidə edilməzdi. Ona görə bu ifadə yanlışdır. 40 dərəcəli cənub enliyində yerləşən şimal istiqamətə meyilli dağ yamacında günəş şüaları 90 dərəcə bucaq altına düşə bilər. Təbii ki, bu da meyilliliklə bağlıdır. Əgər normala düsturla edəndə belə, məsələn, düşmür. Amma meyillilik olanda 90 dərəcə bucaq altında düşə bilir. Bu ifadə doğrudur. Azərbaycanda iyul-avqust aylarında ansiklonlar hakim olur. Təbii ki, Orta Asiya ansiklonları, şəlakət hava, quru hava, yüksək təzyiq olacaq. Təbii ki, doğru ifadədir. 2, 4, 5 sualın doğru cavabıdır. Daha sonra Şimali Amerika materikinin cənub ucqar nöqtəsi, yəni Mariato burnu, Cənubi Amerikanın şimal ucqar nöqtəsindən, yəni Qalinyas burnundan daha şimalda deyil də daha cənubda yerləşməlidir.
13'ə baxırıq. Burada biz yağıntıları toplasaq, 12'yə bölsək, 277 milli yağıntıdır. Və temperaturlara da fikir versək. Burada yanvarın temperaturu müsbət 4 dərəcə göstərib. Xüsusiyyətlərə baxırıq. Əsasən yarımsəhra quru çöl iqliminə yaxındır. Ölkəmizin ərazisinin böyük hissəsində rast gəlinir. Təbii ki, Azərbaycanın ərazisinin çox hissəsini yarımsəhra quru çöl iqlimi tutur. Yayıldığı ərazilərdə əkinçilik dəmiyə deyil, suvarma olmalıdır. 2-ni çıxarıq variantlardan. Gəlin çıxaq. Sonra neogen yaşlı deyil də 4-cü dövr süxurları olmalıdır. 3-ü də çıxaq. Sonra arid dendrasial relyef doğrudur. Sonra yayıldığı ərazilərdə yalnız Kür çökəkliyi təbii vilayətində rast gəlinməsi bu ifadə yanlış olacaq. Yayıldığı ərazilərdə havanın sutkalıq minimumu mənfi temperatur ola bilər. İndi yarım səhranın qışı soyuq keçən növündə rast gəlinə bilər. Daha sonra ölkəmiz, demək burada cavab olacaq 1, 4 və 5. A variantı. Hərəkət istiqamətləri eyni olan okean cərəyanları. Deməli, A olma, çünki Şimali Atlantik cərəyanı şimala, Labrador cənubadır. Kroesiyo cərəyanı B-də şimal istiqamətindədir, amma Kanar cərəyanı cənub istiqamətindədir, olmaz. Golf stream də həmçinin şimaladır. Bengal cərəyanı şimal istiqamətində, Kaliforniya soyuq cərəyanı cənub istiqamətindədir. D. Braziliya cənuba, Şərqi Avstraliya cənuba, Mozambik də cənub istiqamətində. D doğru cavabdır. Peru cərəyanı şimal istiqamətində, Angola cənuba, qərb küləkləri də bilirsiniz, qərbdən şərqə doğru paralel istiqamətdə dövr edir. Y variantı da olmaz. 15. Xəritə sxemaya əsasən rəqəmlərə müvafiq gələn dənizləri müəyyən edin. 1. Yapon dənizidir. 2. Sarı dəniz. 3. Şərqi Çin dənizi, Yansız çayının mənsəbidir həmçinin. 4 isə Filippin dənizi olacaq. 16. Doğru olmayan fikirləri müəyyən edin. Kliçi-Sopkasi və Kerinçi vulkanları litosfer tavalarının konvergen sərhədində yerləşir. Bu ifadə doğrudur. Kerinçi Sumatra adasında, Kliçi-Sopkasi Kamçatka yarımadasında yerləşir. Amma bizdən doğru olmayan istədiyinə görə biri götürmürük. Pasxa adası Naska və Cənubi Amerika litosfer tavalarının sərhədində yerləşir. Bu yanlışdır. Çünki bayaq da dedim, Pasxa adası Naska və Sakit Okean tavalarının ayrılma sərhədidir. Bu lazımdır bizə. Peru çökəkliyi Cənubi Amerika və Sakit Okean litosfer tavalarının sərhədində yerləşir. Cənubi Amerika və Naska tavalarının, Sakit Okean deyil. Yanlışdır. Qanlı Xəyrçay çökəkliyi, Lənkəran ovalığı və Qarayazı düzü eyni tektonik zonada yerləşir. Doğru ifadədir. Amma bizə lazım deyil. Çünki bu dediyimiz ovalıq, düz, kür çökməsində yerləşəcək üçü də. Müasir dövrdə Atlantik və Hind okeanlarının sahələri azalır deyil də artır olmalıdır. Bu ifadə yanlışdır. 2, 3, 5 sualın doğru cavabıdır. Ural dağları və Skandinaviya dağları litosfer tavalarının sərhədində yerləşmir. Ona görə də seismik ərazilər deyil. 17. Aşağıda verilmiş fikirləri hansı dağlara aid etmək olmaz? 2 işıqlanma qurşağında yerləşir. Xüsusiyyətləri burada verib. İndi gəlin baxaq. 1, 3, yəni xüsusiyyətləri Atlas dağlarına aid edib. Atlas dağları 2 işıqlanmada yerləşir. Bir də Alp dağı əmələ gəlməsi. Bu ifadə 2 işıqlanma qurşağında yerləşir. Atlas xeyr. Tamamilə mülayim işıqlanma qurşağında yerləşir. Amma cavan dağdır. Bir aid olmadığına görə biz elə bu A variantını seçə bilərik. Doğru cavab kimi. İndi böyük su ayrıcı dağlarına görə uyğundur. Deməli A uyğun olmadı. Digərləri gərək uyğun olsun xüsusiyyətlər dağlara. Böyük su ayrıcı 2 işıqlanmada yerləşir, çünki cənub tropik xətti kəsir. Bir də qədim dağdır, doğrudur. Y baxaq, Y variantına. Apenin dağları cavandır, fəaliyyətdə olan vulkanlara rast gəlinir. Bəli, Vezuvi vulkanı. Sonra Skandinaviya dağları 2 işıqlanma qurşağında yerləşir, çünki qütb dairəsi kəsir. Bir də qədim dağdır, doğrudur. Ant dağları 2 işıqlanmada yerləşir, həm də ekvatorda kəsir. 3 yarım kürədə sayılır, amma cənub tropik xətti kəsdiyinə görə 2 işıqlanma qurşağında yerləşir. Bir də fəaliyyətdə olan vulkanlara da rast gəlinir ki, dünyanın ən hündür fəaliyyətdə olan vulkanı da Ant dağlarında yerləşir. Çayın 88 saniyədəki su sərfi 55.000 kub kilometrdir. Çayın 80 sutqa ərzində axıdacağı suyun həcmini hesablayın. İlk öncə biz 55.000-i 88-ə bölürük, tapırıq 625. Və
31,5-ə vurub 1000-ə bölürük, tapırıq 1 il ərzində axıdacağı suyu. 175. Bunu tabandan sonra biz burada 80 sutkanı istəyir də bizdən, düzdürmü? Deməli bu 1 il. Buna 365 bu rəqəmə yazaq 19 tam 365. Görəsən 80 sutkada nə qədərdir? 80'ə x. Və biz buradan alırıq A variantını, yuvarlaqlaşdırırıq. A variantını tapmış oluruq. 19'a baxırıq. Xəritə sxemə əsasən rəqəmlərə müvafiq gələn çayları müəyyən edin. 1 olacaq Dnestr çayı, 2 Dnepr çayı. Dnepr çayı Ukraynanın paytaxtı Kiyevdən də keçir həmçinin. Azov dənizinə tökülən Don çayı. Qafqaz dağlarından başlayıb Azov dənizinə tökülən Kuban çayı. Böyük Qafqaz təbii vilayəti üçün doğru olmayan, lakin digər təbii vilayətlərdən hər hansı biri və ya bir neçəsi üçün doğru olan fikirləri müəyyən edin. Amma Böyük Qafqaz təbii vilayətində olmamalıdır. Mülayim iqlim qurşağı mövcuddur. Təbii ki, Böyük Qafqaz vilayətində mülayim iqlim qurşağı olacaq. Məsələn, Naxçıvanda yoxdur. Bir, aid olmayacaq. Sonra Paleozoy yaşıl süxurlara rast gəlir. Təbii ki, Böyük Qafqaz təbii vilayətində yoxdur, amma Kiçik Qafqazda, Naxçıvanda olacaq. 2-ni götürürük. Axmaz göllərə rast gəlinir. Böyük Qafqaz vilayətində axmaz mənşəli göl yoxdur, amma Kürdə rast gəlmək olar. Yəni biri və ya bir neçəsi üçün gərək doğru olsun bu xüsusiyyət. Təbii ki, 3-də doğrudur. Qara və əlvan metallurgiya xammalı olan filiz faydalı qazıntı yataqları mövcuddur. Böyük Qafqaz vilayətində yoxdur, amma digər vilayətlərdə Kiçik Qafqazda məsələn rast gəlmək olar. 4-də doğru olacaq. Sonra intrazonal landşaft Böyük Qafqazda var. Götürmürük. 2 tektonik zonada yerləşir, götürmürük. Bizə lazımdır Böyük Qafqaza aid olmasın, amma digərlərinə aid olsun. B variantı. 21. Emiqrasiya nədir? Emiqrasiya daimi və uzunmüddətli yaşayış üçün əhalinin ölkəni tərk eləməsinə deyilir. Xəzər dənizinə tökülən çayları müəyyən edin. Ural, Emba, Terek, Sulak. Terek, Sulak bilirsiniz, Rusiya ərazisindən Xəzərə tökülən çay hesab olunur. Amma Atrek çayı məsələn Türkmənistan ərazisindəndir. 23-ə baxırıq. İran körfəzindən artıq bilirik ki, bu çaylar Dəclə və Fərat çaylarıdır. Bu çaylar birləşəndə Şətül Ərəb adlanır. Kiçik Asiya yarımadasından başlayır, yəni Türkiyə ərazisindən. Amma mənsəbi Türk dövləti deyil. Gəlin baxaq. Mənbələrini Anadolu dağlıq yaylasından götürür. Bu doğru ifadədir. Bizdən də doğru ifadələri istəyir. Qovuşduqları ərazidən Şətül Ərəb çayı adlanırlar. Bu doğrudur. Türkiyə, Suriya, İran və İraq. Burada İranı çıxmalı. İranın ərazisindən keçmir. Amma İraqın hətta paytaxtından belə keçir Dəclə çayı. 3 yanlışdır. Hövzələri 2 iqlim və 2 işıqlanma. Dəclə Fərat çayları tamamilə mülayim işıqlanma qurşağında yerləşir. Yəni bu ifadə yanlışdır. Mesopotamiya ovalığının relyef formalarının əmələ gəlməsində başlıca rol oynayır. Təbii ki, Mesopotamiya ovalığından axırlar 5 doğru olacaq. Quraq ərazidən axdıqlarından yayda Krik çaylara çevrilir. Bu ifadə yanlışdır. Bir də Krik çayları əsasən Avstraliya ərazisində daha çox rast gəlmək olar. 1-2-5 sualın doğru cavabıdır. 24. Roman və German dil qrupları üçün oxşar xüsusiyyətlər hansılardır? 1. Kanada və Belçikanın rəsmi dilləridir. Həm Roman, həm də German tamamilə doğru ifadədir. Bəzi Şərqi Avropa ölkələrinin rəsmi dilidir. Məsələn, Roman ola bilər, Rumıniya və Moldovanın Şərqi Avropada deyilir. Amma German dil qrupu Şərqi Avropada yoxdur. Tacikistan rəsmi dövlət dili ilə eyni ailəyə aiddir. Roman, German, Taciklər də İran dil qrupu olduğu üçün təbii ki, eyni dil ailəsi olacaq. 1-3. 1-3 olmayanları çıxsaq variantda artıq sualın doğru cavabını tapmış oluruq. Bu dil qruplarına aid olan bütün xalqlar əhalinin təbii artımının birinci tipinə aiddir. Məsələn, Roman dil qrupu Latin Amerikası deyirik, düzdürmü? Latin Amerikası da ikinci tipdir axı. Ona görə bütün deyə bilmərik. 4 olmaz. Qərbi Avropanın bütün ölkələrinin rəsmi dövlət dilləri bu qrupa aiddir. Məsələn, Roman deyərkən Cənubi Avropa nəzərə tutulur. Qərbi Avropa deyil. Mərkəzi Avropadan da Fransanı biz Roman dil qrupuna aid etmişdik. Amma Qərbi Avropanın bütün ölkələrinin rəsmi dili Romandır. Bu yanlış ifadə olar.
Sonra 5-i çıxarıq. İsveçrənin bütün rəsmi dövlət dilləri bu qruplara aiddir. Bu ifadə də tamamilə doğru ifadə sayılır. A variantı olacaq. Bakıdan Helsinki limanına yük daşıyan gəmi hansı çaylardan istifadə edə bilər? Təbii ki, Finlandiyadan söhbət gedir. Bakıdan Finlandiyaya biz Volqa çayı vasitəsilə Sivir həm də Azərbaycanın Şimal Buzlu okeana çıxmasını təmin edən çaydır. Bir də Neva çayı. 2, 3, 6 sualın doğru cavabıdır. A variantı. Bu dərslikdə də verilib. Biraz da yaxınlaşdıraq burada. Püskürülmüş suxurlar, maqmatik suxurlar. Günəş enerjisi görürük burada verilib. Burada 1-də olacaq aşınma, suxurların daşınması. Sonra suxurların dəyişməsi, yəni metamorfik suxurlar. Yenidən ərimə olacaq. Yenidən ərimə. Burada da vulkanizm. 27-yə baxırıq. 22 dekabr tarixində günorta vaxtı kölgənin uzunluğunun minimum olduğu yarımkürədə yerləşən A ölkəsi 2 böyük adadan ibarətdir və bu adaları Cook boğazı ayırır. Bu ölkə həm mülayim, həm də subtropik iqlim qurşağında yerləşir. Söhbət Yeni Zelandiyadan gedir. Mətndə verilmiş A ölkəsi ilə bağlı cədvəldə uyğunsuzluğu müəyyən edin. Fəaliyyətdə olan vulkanı var. Bəli, Ruapehu vulkanıdır. Doğru ifadədir. Bizə uyğunsuz lazımdır. Biri çıxarıq variantlardan. Yayda tropik, qışda mülayim hava kütlələri daxil olur. Bəli, subtropik iqlim qurşağında yerləşdiyi üçün yayda tropik, qışda mülayim hava daxil olacaq. Amma burada yanlış verib deyə 2 bizə lazımdır. İnkişaf etmiş ölkələr qrupuna daxildir. Burada uyğunluq gözlənilib, yəni doğru ifadədir. 3-ü çıxarıq. Daha sonra çayları 2 okean su toplayıcı hövzəsinə aiddir. Bu ifadə yanlışdır. Və elə yanlış verildiyinə görə də biz 4-ü götürmürük. Ərazinin 90%, yəni Yeni Zelandiya sakit okean olacaq. Ərazinin 90% ovalıqlarından xeyr, bu yanlış ifadədir, amma doğru verildiyinə görə uyğunluq pozulub. 2 yarımkürədə yerləşir təbii ki, amma burada yanlış verib. 2, 5, 6 sualın doğru cavabıdır. 28. Həmsərhəd olmayan inzibati rayonlar. Burada Qubanın həm Şamaxı ilə, həm də Qusar ilə sərhədi var. Amma Qusar və Şamaxı bir-birini görməz. Yəni verilən 3 rayon, 3-ü də bir-birlə sərhədi olmalıdır. Ona görə də burada cavab A olacaq. Məsələn, B-də Ağcabədi, Ağdam, Xocavənd bir-birlə sərhəddir. Lerik, Lənkəran, Astara da həmçinin və digər variantlarda verilən rayonlarda. 29-a baxırıq. Günnüt, Qapıcıq, Vulkanik yayla və Zaqatala-Laxıc fiziki coğrafi rayonları üçün ümumi xüsusiyyət. Yüksək dağlıq ərazilərdir, radiasiya çoxdur, amma aqroiqlim ehtiyatları zəif olacaq. Bu ifadə hər üçü üçün ortaq xüsusiyyət sayıla bilər. Mütləq hündürlüyü 4000-dən çox olan. 4000-dən çox olan Zaqatala-Laxıc üçün demək olar. Amma Günnüt Qapıcıqda 3904-dür. Vulkanik yaylada ən hündür 3616-dır. Yəni bu ifadə yanlış olar. Qışı quraq keçən soyuq iqlim Zaqatala-Laxıc üçün olmaz. Sonra elə qışı quraq keçən soyuq Naxçıvanda da yoxdur. Orada yayı quraq keçən soyuq olacaq. Çayların qidalanmasında buzlaq suları üstünlük təşkil edir. Çaylarının qidalanmasında. Məsələn, Naxçıvanda əksər çaylar yeraltı sularla qidalanır. Orada sadəcə Gilan çayının adını çəkmişdik biz. Deyə də uyğun deyil. Arid dendrasiyon relief formaları geniş ərazidə yayılmışdır. Arid dendrasiyon Azərbaycanda Qopustan, Abşeron, Ceyrançöl, Acınohur, Şərur, Ordubadda olar. Günnüt Qapıcıqda məsələn olmaz Naxçıvan əgər burada nəzərdə tuturuqsa. Ona görə də heç biri, yəni B, C, D, E variantları uyğun deyil. A variantı sualın doğru cavabıdır. 30-a baxırıq. 2 ölkə təsvir olunmuşdur. Daha doğrusu 3 ölkə. Şimali Koreya, Cənubi Koreya, bir də Yaponiya. Və ABC ölkələri üçün ümumi əlaməti bizdən soruşur nədir? Deməli, unitar inzibati ərazi, bəli, 3-ü də federativ deyil, unitardır. Yəni, elə burada doğru cavab A variantıdır. Digərlərinə baxaq, sahilləri Sarı və Yapon dənizinin sularıyla yuyulur. Bu, Koreyaya aid olar, məsələn, B-ni çıxarıq. Konstitusiyalı monarxiyadır, Yaponiyanı biz götürə bilərik. Bizə lazımdır 3-ü üçün oxşar xüsusiyyət. Əhalinin başlıca sitayiş etdiyi din Konfudur. Məsələn, Yaponiyada Sintoizm dini var. Sonra Çində Konfu deyirik də biz, düzdürmü? Dini götürmərik. ASEAN təşkilatına üzv ölkələrdir. Yəni bu ölkələrin heç biri ASEAN təşkilatına üzv deyil. ASEAN təşkilatı Cənub-Şərqi Asiyadır. Bu ölkələr isə Şərqi Asiya ölkələri sayılır. Sahəsinə görə yalnız Bakı iqtisadi rayonundan böyük olan bu iqtisadi rayon ölkəmizin mühüm avtomobil və dəmir yollarının üzərində yerləşir. Urbanizasiya səviyyəsi 80%-dən yüksəkdir. Söhbət Abşeron Xızıdan gedir və Abşeron Xızıdan fərqli olaraq oxuyaq A-nı. Mərkəzi Aran iqtisadi rayonunda düzənlik relyefi üstündür.
Təbii ki, elə doğru cavab budur. Çünki Abşeron xızı da dağlıq üstün olacaq. Mərkəzi Aran iqtisadi rayonda düzənlik üstün olacaq, fərqləndirici xüsusiyyət. Daha sonra Quba Xaçmaz iqtisadi rayonu Xəzər sahilində yerləşir. Yəni Abşeron xızıdan fərqli olaraq xeyr, Abşeron xızı da həmçinin Xəzər sahilində yerləşir. Gəncə Daşkəsən iqtisadi rayonunda qara və əlvan metallurgiya sənayesi mövcuddur. Elə Abşeron xızıda da mövcud olacaq. Mil Muğan iqtisadi rayonunda yarımsəhra və quruçöl iqlim tipi yayılmışdır. Abşeron xızı da Bakıda yarımsəhra quruçöldə yerləşir həmçinin. Dağlıq Şirvan iqtisadi rayonunun tərkibinə daxil olan inzibati rayonların sayı daha azdır. Dağlıq Şirvanda 4 rayon var. Amma Abşeron xızıda isə xızı, Abşeron rayonlarını adını çəkə bilərik. Yəni 2 rayon. Yəni say burada Dağlıq Şirvan iqtisadi rayonunun tərkibinə daxil olan inzibati rayonların sayı daha az olmaz. Abşeron xızıda daha az olar deyə Y variantını da götürmürük. Cavab A'dır burada. 32. Beynəlxalq iqtisadi inteqrasiyanın üstünlüklərindən deyil. Müsbət cavabları çıxarsınız. Xammal, enerji və əmək resurslarından səmərəli istifadə edilməsi bu aid olmaz. Birləri çıxarıq. Əhalinin miqrasiyasının qarşısının alınması, əksinə işçi qüvvəsi əhalinin ölkələr arasında sərbəst hərəkətinə şərait yaradar da. Yəni bu üstünlük deyil. Ona görə 2 bizə lazımdır. Ölkənin polisentrik iqtisadi modeldən monosentrik iqtisadi modelə keçməsi əksinə olmalıdır axı. Polisentrikdən monosentrik olmaz. Üstünlük deyil də. Yəni monosentrikdən gərək polisentrikə keçsin, keçid etsin. Yəni 3 də bizə lazımdır. Milli təsərrüfatların yaxınlaşma bu müsbət cavabdır. Ona görə biz bunu götürmərik. Daha sonra 4-ü çıxanda bir variant qalır sadəcə. Hasilat və emal sənaye sahələrinin yerləşməsinin bir-birindən asılılığın güclənməsi üstünlük deyil. Regional təsərrüfat komplekslərinin yaradılması üstünlükdür. A variantı sualın doğru cavabıdır. 33-ə baxırıq. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Deməli, burada böyük 7-lik ölkələrindən yalnız biri dövlət idarə etməsinə görə monarxiyadır. Yaponiya, Böyük Britaniya böyük 7-liyə daxildir və hər ikisi monarxiyadır. Yalnız biri yanlış ifadədir, gərək yanlış yazılaydı, amma doğru yazıldığına görə uyğunluq pozulur. Daha sonra texnoloji cəhətdən bir-biri ilə qarşılıqlı əlaqədə olan istehsal sahələrinin və ya proseslərin bir müəssisədə birləşməsi kombinləşmə adlanır. Bu ifadə tamamilə doğrudur, amma yanlış verildiyinə görə biz götürmürük. 1-2-ni çıxsaq variantlarda. Aha, 3 variant qalır. Təsərrüfatın inkişafının ilkin vaxtlarında iqtisadi və maliyyə imkanları məhdud olduğu hallarda həyata keçirilməsi mümkün olan 2 proqramdan biri seçilir. Bu zaman ehtiyatda qalan layihənin qiyməti alternativ dəyər hesab olunur. Tamamilə doğru ifadədir və qarşısında da doğru verildiyinə görə biz bunu cavab kimi götürürük. UNEP təşkilatı təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin qorunması üçün yaradılmışdır. Tamamilə doğru ifadədir, amma yanlış verildiyinə görə 4-ü çıxırıq variantlardan. Daha sonra Kordilyer dağlarında sönmüş vulkanlara rast gəlinmir ifadəsi yanlışdır. Elə qarşısında da yanlış yazıldığına görə 5 doğrudur. Çünki Makkinli sönmüş vulkan Kordilyer dağlarında yerləşir. İkinci adı Denalidir. 22 iyun tarixində Bakı şəhərində günəş səhər şimal-şərqdə çıxıb, axşam şimal-qərbdə batır. Bu ifadə də doğrudur. Ona görə də sualın doğru cavabı D variantıdır. Bir də bu sualda, 28-ci sualda müəllif qeyd edib ki, Qubanın əvəzinə burada Oğuz olmalıdır. Yəni Oğuz, Şamaxı, Qusar bir-birlə sərhəddə yerləşmir. 34. Səhralarda şirin yeraltı suların səthə çıxdığı ərazilərdə palma ağacları bitir və xüsusi təbii mühit yaranır. Ölkəmizdə hansı landşaftın yaranma səbəbi bu təbii mühitin yaranma səbəbi ilə oxşar xüsusiyyətlər daşıyır? Təbii ki, Tuqay meşələri. 35-ə baxırıq. Xəritə sxeməyə əsasən doğru olmayan fikri müəyyən edin. Burada yazılıb ada 4 rəqəmi Danimarka krallığına məxsus Kil kanalıdır. Yəni bu. Kil kanalı Almaniyaya aiddir, Danimarkaya deyil. Elə doğru olmayan ifadə A variantı olacaq. Məsələn, 2 rəqəmi burada Niderlandın dənizdən mənimsədiyi, yəni polderlər, ölkənin 40%-ni polderlər təşkil edir. Doğru olacaq. 1 rəqəmi, bir hardadır burada? Temza çayıdır. Təbii ki, qabarma sayəsində daxil ola bildiyi gəmilərin. Temza çayıdır ki, Temzada bor hadisəsi də baş verir. Estuarili çaydır və şimal dənizinə axır. 5 rəqəmi burada verilib ki, Kopenhagen şəhəri, yəni Danimarkanın paytaxtı Kopenhagen, Zelandiya adası təsvir olunub 5-də. Yəni bu adada yerləşir. 3 rəqəmi
Burada buzlaqların fəaliyyəti nəticəsində formalaşmış Sognefjordu Norveçin ərazisindədir. Doğrudur. Xəritə sxemə əsasən müvafiq olaraq 1 rəqəmi ilə göstərilən çayı, 2 rəqəmi ilə göstərilən səhranı və 3 rəqəmi ilə göstərilən gölü müəyyən edin. 1 rəqəmi burada çay deyir. Olacaq Tarim çayı. 2-də Təkləməkan səhrasıdır. Tarim çökəkliyində yerləşir həmçinin. 3-də isə Lobnor gölüdür ki, Çin ərazisindədir. Lobnor, Kukunor gölləri şor sulu göllərdir həmçinin. 37-yə baxırıq. Xəritə sxemə əsasən cədvəldə verilmiş hansı sıraların doğru olduğunu müəyyən edin. Myanma, Tayland, Laos, Kamboca, Vyetnam. İşarələdiyi ölkələri indi baxaq. 2 və 4, yəni Tayland, Kamboca. Unitar inzibati ərazi quruluşuna malik olan konstitusiyalı monarxiya ölkələri. Təbii ki, Çin yarımadasında bu iki ölkə monarxiyadır. Konstitusiyalı monarxiya bizdən doğru sıraları istəyir. 1 bizə lazımdır. Asiyanın sosialist ölkələridir. 3 ilə 4. Baxaq. 3 və 4. Burada 4 yanlışdır. 3-5 yazılsaydı doğru olardı. Çünki Kamboca sosialist deyil. 3, yəni Laos, 5 Vyetnam sosialist yarımada ölkələridir. Yəni 2 doğru deyil. Federativ 1 nə? Yəni Myanma və Laos federativ inzibati ərazi quruluşuna malikdir. Bu ifadə də yanlışdır. Laos federativ deyil. Əslində Myanma da deyil. Daha sonra 2 ilə 5, yəni Tayland və Vyetnam çəltiyə görə daha çox fərqlənir. Bu ifadə doğru olacaq. 1 ilə 4 hələ ki doğru ifadələrdir. 4-5, yəni Kamboca, bir də Vyetnam. Avstro-Asiya dil ailəsinə mənsubdur ifadəsi tamamilə doğru ifadədir. Daha sonra başlıca din konfusiçilik hesab olunur 1 ilə 2-də, yəni Myanma və Taylandda. Bu isə yanlış olacaq. Deməli burada doğru olanlar 1, 4, 5. Cavab A variantı. 38-ə baxırıq. Yağıntıları bərabər paylanan mülayim isti iqlim tez-tez sürüşmə artıq Böyük Qafqaza baxırıq. Dağ meşələri geniş sahə əhatə edir. Axan çayların qidalanmasına qar və buzlaqlar iştirak edir. Söhbət təbii ki, Qonaqkənd fiziki coğrafi rayonundan gedir. Hansı şəhərlərin orta illik temperaturu daha yüksəkdir? Naxçıvanda olanları çıxırıq. Naxçıvan, Culfa. Düzdürmü? Xaçmaz da çıxar. Əsasən orta illik temperatur Kürarazda çoxdur. Yəni Şirvan və Neftçala 2-5 D variantı. 40-cı suala baxırıq. Xəritə sxemdə göstərilmiş inzibati rayonlar haqqında verilmiş hansı fikirlər doğrudur? Naxçıvan iqtisadi coğrafi rayonudur. 6-7 rəqəmlərlə göstərilmiş inzibati rayonların ərazisində ölkəmiz üçün ən qədim süxurlar. Ən qədim süxurlar Sədərəkdə ola bilər, 2-də ola bilər. 6-7, yəni Ordubadda və Culfada olmaz. Özü Naxçıvanda olan süxurlar üst paleozoin süxurlardır. Yəni söhbət ən qədimdən gedir. 1 yanlışdır. 2 və 4 işarəliyək. 2 və 4 rəqəmlərlə göstərilən inzibati rayonların ərazisində milli park fəaliyyət göstərir. Milli park Zəngəzur Milli Parkı, Culfa, Ordubad və Şahbuzun ərazisindədir. Ona görə də 2 yanlış hesab olunur. Və Şahbuz Milli Park, Şahbuz qoruğu da Zəngəzur Milli Parkının daxilində yerləşir. Dərman bitkiləri. 3 ilə 5 işarəliyək, yəni Şahbuz və Babəki. Deyir ki, bu rəqəmlərlə göstərilən inzibati rayonların ərazisində Naxçıvançay və Qapıcıq zirvəsi yerləşir. Qapıcıq Ordubadın ərazisindədir. Qazangöl, Dağ, Qapıcıq. Yəni Şahbuzun ərazisində yerləşməz. Amma Naxçıvançay keçər. Şahbuzdan başlayır, Babəkdən də keçir həmçinin. Amma Qapıcıq zirvəsinə görə bunu da yanlış hesab edirik. Sonuncu ifadəni oxuyuruq. Bütün inzibati rayonlarda yanvar ayının orta temperaturu 0 dərəcədən aşağı olur. İfadə tamamilə doğrudur. Ümumiyyətlə illik amplitudanın, sutkalıq amplitudanın ən çox olduğu iqtisadi coğrafi rayondur. Günəş radiasiyasının və günəşli saatların da həmçinin. Və biz demişdik ki, Culfa ərazisində ən yüksək temperatur, Azərbaycanda ən alçaq temperatur burada qeyd olunur. Yalnız 4 doğru olacaq D variantı.